أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم وعلينا المرتضى وفاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلى الله عليه وسلم اللهم صل على محمد وعلى آله أجمعين من الآن إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي صدق الله العلي العظيم عباد الله أوصيكم ونفسي بتقوى الله. Allah'ın mümin muhterem bendeleri özümü ve sizleri ilahi təqvaya riayət etməyə dəvət edir. Keçən cümlədə bir dənə mövzu başladıq ki, o mövzunun adı əxlaq. Hamımızın eşitdiyi bir dənə şeydir, hamımızın xoşu gəlir bir dənə şeydir. Amma çoxumuz nə olduğunu bilmirik. Hamımız bəyənirik, amma çoxumuz nədir bilmirik əxlaq barəsində. Dedik, bir neçə cümlə çalışarıq o əxlaqın barəsində söhbətlər onlar. Əxlaq nədir? Dedik ki, əxlaqın barəsində ümumi birinci cümlədə söhbətlər olundu. Ümumiyyətlə dedik, bəzən insanlardan bəzi hərəkətlər görsənir, zahirən əxlaqa oxşayır. Amma alimlər deyirlər ki, yox, o əxlaqdır, o bir dənə haldır. Hal da insandan zahir olur. O hal bir müddət olur, daimi olur. Bir müddətdən sonra görürsən ki, o hal o adamdan gedir. Yoxdur o hal. Yaxşı, xoş danışmağa görürsən, əsəbi vaxtına düşür daha danışmır. Demək, bunda əxlaq var, bunda hal yaranır. Əxlaqla adam hissənsə də xoş danışır. Hər nə olsa, ondan pis rəftar görsən. Bir də bunu deyən, bəzən möminlərimiz çox təəssüf olsun, bu şey var, yadıma düşmüşkən qoy bunu deyim, elə mövzumuza alaydı. Bəzən biz əxlaq deyəndə, çox üzr istəyirəm, elə əzmə büzməli başa düşür. Möminlər bəzən çox təəssüf olsun, belə bəzən özlərini biraz əzmə büzmə aparırlar ki, güya bu əxlaqdır. Əxlaq bu deyil. Əxlaq bu deyil, yox, səhv salmışdır əxlaq. O, çox üzr istəyirəm, qızlara aid olan bir dənə rəftar və davranışdır. Çox üzr istəyirəm, amma mən bu sözdə deyəndə, elə məndə var, qoy mənə aiddir bu sözlər. Heç kim də mənim bu sözlərindən inciməsin, amma bu şeylər deyilsin. Mömin vüqarı olur. Mömin bir dənə şəxsiyyəti olar. Möminin şəxsiyyəti olar. Əxlaq budur ki, sənin davranış və rəftarlarından insanlara əziyyət çəkməsin. Məsələn, deyildir, mən gəlib sənlə misal üçün görüşəndə əclə, düzlə, diyananda, oturanda belə qeyri-adi hallar bunlar əxlaqdır. Əxlaq buna deməzdir. Baxırsan, böyük alimdə görürsən ki, nə bu qarlı duruşları var, nə əxlaqları yoxdur ki. Əxlaqları da kifayət verir. Yəni, bunu səhv salmayaq. Yəni, bəzən biri fikirləşir ki, bir yerdə belə cılız, aciz oturmaq fikirləşir, bu əxlaqlı nümunəsidir. Bu əxlaqdır. Deyirik, bəs əxlaq nədir? Əxlaqın barəsində dedik, alimlər deyirlər ki, insanın daxilində 4 dənə Allah bir şeylər qoyub, o şeyləri düzgün insan nizamlaya bilsə, əxlaq özündən insandan xaric olacaq. Ondan özü istəməyəcək, əxlaq ondan görsənəcək. Onların biri dedik nədir? Elmdir. Biri dedik nədir? Qəzəbdir. Biri dedik nədir? Şəhvətdir. Biri də dedik nədir? Ədalətdir. Bunları insan balanslaşdıranda, dördünü də balanslaşdıranda əxlaq ondan başlıqca alır. Qəzəbin barəsində keçən səfər danışdıq ki, qəzəbin yuxarı həddi olur qəddardır. Adam qəddar deyərlər o adam. Aşağı həddi nədə deyərlər? Qorxaq. İslam gəlib bunun bir dənə orta həddini bəyənir. Ümumiyyətdə İslam bir dəfə onun barəsində danışarıq, İslam orta həddir.
İslam gəlib orta həddin bəyənib, bunun adını deyirlər qeyrət. Çünki qeyrətin də faydalarından danışılır, qeyrətin insanda yaranma səbəblərindən danışılır, insandan qeyrəti aparan səbəblərdən danışılır. Buna deyirlər qeyrət. İkincisi, sadaladıqlarımızdan da biri elmdir. Elmi də alimlər gəlib deyirlər ki, yuxarı həddi budur ki, insan elmi özün hədəfdir. Hədəf insansın elmi. Bunu İslam bəyanır. Aşağı həddi də budur ki, insan cahil olar, heç nə oxumaz. Bu da onun pis formasıdır. Amma yaxşı forması elmin orta həddi. Orta həddi tutar. İnsan elmi öyrənə, o elminə əməl etmək üçün. Cəmiyyətə o elmi ilə fayda vermək üçün, nəinki zərər vermək üçün. Onda buna deyirlər əxlaq. İnsanda formalaşan üçün insan əxlaqlı olmağı üçün də, imanlı olmağı üçün də, təqvalı olmağı üçün də mütləq elmə ehtiyac var. Çünki insan elmi olmasa ibadətini də bilməz, məsələsini də bilməz. Mütləq odur ki, elmi insan. Allahın dinini tanımaq üçün də, Allahın özünü tanımaq üçün də elmi insanın ehtiyacı var. Amma insan bir saat elm oxuya, o bir saat oxuduğu elminə bir ömür əməl edir, şərtidir. Bir ömür, o şeyi oxudu, ondan sonra özünə ona əməl edir. Yoxsa elm buna demərlər, o terminləri əzbərləməyə elm deməzlər. Bir nəfər, məsələn, mümkündür, adam olsun ki, 1000 dənə hədis əzbərlər. O hədisin terminlərini əzbərlər, ləfzlərini əzbərlər. Buna elm deyilir. Ona elm deyilsəydi, məsələn, Google-də nə yazırsan gəlirlər. Alimlər bir şey sorsun, ki, Google-də yazırsınız. Heç görməmişəm bir nəfər Google ya da interneti də alim olsun. Niyə? Çünki bu ləfzləri yaddaşdadır, amma onlara əməl var. Məsələn, heç görmüşsünüz bir nəfər hafizə alim düşünlər, bir nəfər Quran hafizdir, heç Quran. Başdan ayağa Quran hafizdir. Ona alim deyirlər hafizdir. Məqamı var, hafizdir. Amma ona hafiz deyirlər. Onda ki, o ayələrdən o nəticə də çıxarda bilirsə, o ayələri təhlil də eləyə bilirsə, onda ona deyirlər alim. Onda ona deyirlər alim. Bu günləri çox təəssüf olması məsələlərdən biri də budur ki, elə 3 dənə hədis mən kimi əzbərləyib, sub danışan, camaatı danışana da alim dedik. Təəssüf edici məsələ oldu ya, alim onda məzmun oldu. Alim onda məzmun oldu ki, mən kiminə də, o birisinə də alim dedik. Bir neçə dənə şeyi əzbərləyib danışmaq alim deməkdir. Alim odur, elmi olacaq, tutarlı elm olacaq və o elminə əməl edəcək və o elmindən bir nəticə çıxarda biləcək. Keçən səfər dedim, kağızın görürsən bir üzü, bu üzü də var. Bəzi ayə və hədisləri çıxırlar insanlara, danışırlar, insanlarda bir fikir formalaşdırırlar. Alim odur ki, o hədisləri, o ayələrin qarşılığında olan hədis və ayələri də gətirib bir ortaq məxrəcə çıxarda, ondan bir dənə ümumi nəticəni insanlara təqdim edir. Məsəl sözlər, insanlar. Görürsən ki, dünyaya bağlılıq barədə danışır. Dünyaya bağlılıq, nə qədər ayədə pislənir, nə qədər hədislər pislənir. Gəl bunları say, çıx. Avara elədiyində cəmaat. Cəmaat oldu avara. Cəmaat işdən gücdən əliş oldu. Onun o biri tərəfindəki o dünyadan düzgün istifadəni də deməsin ayə və hədislərini cəmaat aldı çıxardı. Yadımda deyil, burada o mövzunu danışanda orada 2 nəfər ticarətçilərimizdən eşidirdim səsini. Gəl, bunlar da başımızı oynatsınlar. Bir kişiyə satırdıq, onu da imkan verir. Axırı gəlib mövzu satanda dedi ki, həm ötüzərləriz. Bunlar gərək deyilsin, biri çıxır ancaq nə bilim, döyüş ayə hədislərini qoyur ortaya, millətin fikirlərini qarışdırır. O fikirlər yerinə gəlib oturunacaq. Biri gəlib ancaq, məsələn, elə ancaq nə bilim, bu biri tərəfini deyir, o da çox işdir. Alim budur ki, ümumi cəmliyə nəticə çıxarda bunu təqdim edir cəmaat.
onda olunca yalan. Və özdə əməl eləmək şərtindən, özdə əməl eləmək şərtindən. Hədislər oxuyursuz ki, nə qədər pislənir ki, adam bir şey özü deyər, amma özü əməl eləmək. Mücadilə surəsinin 11-ci ayəsində Müteala Allah bizlərə buyurur. Yərfə'illah əl-ləzinə əmənu minkum vəl-ləzinə utul ilm dərəcat. Müteala Allah elm və iman əhli. Bax, tək elmi demədi Allah. Tək də imanla demədi. Elm və imanı Allah hediyə edəcək. Bəndənin elmi ola, imanı olmasa fəsad. Bəndənin imanı ola, elmi olmaya fəsad. Misalın yadımda bir dəfə demişdik. H2O, suyun misalı. H2O nədir? Bir yerdə olanda, ayrısağı nədir olar? Biri hidrogendir, biri oksigendir. İkisi də partlayıcıdır. İkisi də oddur. Hidrogen də yandırıcıdır, oksigen də. Özlüyündə bunlar nədir? Bunlar oksigen bombası da var, hidrogen bombası da var. Təhlükədir. Oddur hər ikisi, ayrı-ayrı. Amma gəlib ikisi bir yerə birləşəndə olur H2O, su, odu söndürür. İmanla elmdə bunu çıxır. Adamın əməli olan, elmi olmayan, cahil əməl eləyəcək, yandıracaq. Adamın elmi olacaq, əməl eləməyəcək, yandıracaq. Özünü yandırmağı qalsın, özü üçün. Cəmiyyəti yandıracaq. Pisi budur. Özünü yandırır, qoy yandırsın. Ən təhlükəli alim odur ki, cəmiyyəti yandırır. Cəmiyyətə zəngdir. İnsanlara problemlər yaradır. Bu çox təhlükəlidir. H2O olmadı, alamlar. İmanla elmi Allah deyir. Bunlar bir yerdə olsalar, Allah insana hər iki dünyada uca məqam verər. İmanla elmi bir yerdə olsa, Allah hər iki dünyada bəndəsinə uca məqam verəcək. Həzrət Peyğəmbərdən də hədis, hansı alimlərlə oturaq? Onu biz üçün izah etməsiniz. Buyurur, La təclisu illa ində kulli alim. Yalnız sizə bu şeyləri öyrədəcək alimlərlədir. Bunlardan istifadə edin. Yad'ukum min xamsin. 5 dənə şey şu dəvət edirlər, o alimlər. Yad'ukum min xamsin ila xamsin. Bu 5 şeydən 5 şey süz dəvət edirlər. Minəşşək iləl-yəqin. Alim budur ki, insanları şəkkidən yəqinə çatdırsın. Da biraz da insanları şəkkə salmasın. İnsanları şəkkidən yəqinə çatdırsın. Minəl-riya iləl-ixlas. İnsanları riyakarlıqdan, özünü göstərmədən xalislik yaparsın. Muxlismət eləsin insanlar. Təbii ki, özü birinci yerində olsun da. Və minəl-rəğbəti iləl-ruhbə. Rəğbətdən insanları zöhdə aparsın. Zöhdün barəsində bir əlavə danışarıdır. Vaxt axaradır adam olursa. İlə bu ayrıca bəhs edir. İnsanlar rəğbətdən zöhdə aparsın. Və minəl-kibri iləl-təvazu. İnsanları təkəbbürlülükdən təvazukarlığa aparsın. Və minəl-qəşşi iləl-nəsihə. İnsanları xəyanət və hilədən xeyrxahlığa dəvət eləsin. İnsanları xeyrxahlığa dəvət eləsin. Həzrət Əbazərə deyir, Həzrət Peyğəmbər deyir ki, ya Əbazər, qiyamətin günündə bir iddə insanlar gələr, bir iddə insanlara deyər ki, siz niyə dünyada ki, bizi dinə, imana dəvət edirdiniz, sizin cəhənnəminiz üçün. Deyərlər ki, bəli, biz deyirdik, amma özümüz əməl edirik. Camaatı islah eləyər, abi. Mümkündür, bir dənə alimdir, o danışar, camaat onun danışıqlarına gedər, əməl edər, camaat gedər, cənnət əhli olar. Amma alim özü gedər, olar cəhənnəmə.
öz danışıqlarını öz əməl eləmək. Amma əməl eləyən alimdə tərif olur. Qiyamətin günündə buyurur ki, abidə deyərlər, ibadət əhli. Deyərlər, sənə təşəkkür edirik, sənə barikallah. Özünü xilas edeyim, sənə sağ. Amma gələr alimə çatanda deyərlər, salam olsun, Ali Məhəmmədin yetimlərini sağ. Ali Məhəmmədin yetimlərinə bizlərə sahib çıxan alim. Salam verərlər. Deyərlər, sən çox ol, özünə də nicat vermirsən, bu ümmətə də nicat vermirsən, gəl kəs başlar. Əməl edin. Həzrət Əli əleyhissalam buyurur, deyir ki, mən Tövratda 6 dənə kəlmə var, onu gündə hər gün oxuyuram. Xoşum gəlir. Bir dənəsini oxuyuram. Yəni, mövzumuza aid olan Tövratdan Həzrət Əli əleyhissalam buyurur. Əməlsiz alim, buyurur şeytan kimi, Tövratda yazılır. Bir alim ki, əməli olmadı, bir Tövratda yazılır, Həzrət Əli əleyhissalam ki, şeytan kimi. Bir nəfər alimlərin birinə dedilər ki, ağa, niyə əxlaq dərsi demirsən sən? Dedi, Qurandan 2 dənə ayə çıxıb rastlayın. O ayələrə görə mən əxlaq dərsi deyə bilmərəm. O alim o cavabı verib, görürsən, mən cəsarət edəmişəm, burada əxlaqdan danışıram. O alim idi, bu sözü deyir. Deyir, bir dənə ayə var Quranda. Ətəmrunən-nəs bil-birri və tənsavnə ənfusəkum və əntum tətlul-kitab əfəla təəqil. Siz insanları necə yaxşı işlərə dəvət ediyorsunuz ki, özünüzü unutmursunuz. Bəndə özünü unutub, elə hay insanlara hədis deyil, hədis danışır, birini özünüzə. Halbuki siz Allahın kitabını oxuyursunuz, bəs niyə fikirləşmirsiniz? Başqa bir dənə ayə, bu alimdir, bu da odur. Kəbra məqtən indəllah ən təqulu mə la təfəlun. Əməl etmədiyiniz şeyləri deməkdən qorxun. Bu Allahı bərk qəzəbləndirir. Bir nəfər bir şeydən ki, danışır, özü əməl eləmir, bir bundan qorxun, bu Allahın qəzəbinə müsafirmandır. Şeyx Abbas Qumiyə eşitmişsiniz, Allah rəhmət eləsin. Kitab yazmışdı, Mənazilül Axirə. Oxuyub, alim olub, bir dənə kitab yazıb, gəlib indi Quma, öz şəhərlərində. Xanım Məsumənin hərəmində Əbdülrəzzaq adında bir dənə alim xutbə oxuyurmuş. Mən eşitmişdim, bunu başqa cür danışmışdım, amma mütaliədə mənim başqa cür sırasına. Orada deyirlər ki, görür, yaxşı demir, danışmır, aparır, kitabı verir ki, gəlib ondan oxuyur. Mən eşitdiyim buydu, amma yazılışda çıxdı qabağıma ki, o alimin özünün əlinə düşür Şeyx Abbas Qozunun kitabı, heç tanımır da Şeyx Abbas Qozun kimi. Təsadüfən kitabı çıxır rastına, gündəlik mənbərdən başlayır Şeyx Abbas Qozunun o yazdığı fikri məsələlərdən cəmaatı demək, danışmağa. Şeyx Abbas Qozunun da atası gəlirmiş, hər gün xanım Məsumənin hərəmində oturur, o alimə qulaq asır. Qaydırmış evə, deyilmiş ki, oğlum, kəş sən də onun kimi alim olsaydın. O oxuyan kitabı sən də oxuyur, cəmaatı danışır. Nə qəşəng danışır. Deyir Şeyx Abbas Qozun deyir ki, bir neçə dəfə gəldi. İki dəfə gəldi o hal mənə ki, atama dedim ki, ata, o kitab mənim kitabım, yox, alim onu oxuyur. Dedim ki, yox, şeyxin vəsvəsini də saxladınız. O ki, saxlayan özünü oldu ya Şeyx Abbas Qozun. Bu günlərin məfatih Quran kimi hər birimizin. Bir dənə kitab yazdı, əməlçi eləyirdi, təsir edirdi. Əməlçi eləyirdi. Şeyx Abbas Qozunun məfatihi barəsində deyirlər, mən eşitmişəm sana, bir yerdə oxumamışam. Deyirlər, məfatih cinanı yazmışdı Şeyx Abbas Qozunu, tələbələr dedi ki, ağa icazə ver bunun nəşrində. Ağa dedi ki, olmaz, razılaşmaz. Deyirlər, üstündən bir müddət keçdi, sonra ağa razılıq verdi kitabın nəşrində. Dedilər ki, ağa nə oldu, nə əvvəl razılaşmaz, indi razılaşmaz. Bir orada bəzi Ramazan əməlləri var idi, yazmışdım. Amma onları özüm əməl eləməmişdim. Gözlədim Ramazan ayı çatsın, əməl eləyim, ondan sonra o kitab yazsın. Odur ya, o kitab təsiri var, bugün də istifadə olunur. Niyə? Çünki yazdığını, dediyini əməl eləyir. Nə üçün bu günləri danışıram, təsiri yoxdur? Çünki mən özüm onlara əməl eləməmişdim. Əməl eləmədikcə
Bu mümkün olmayacaq. Alim budur ki, mən daim məqam sahibiyəm, hamısı mənə təsir edir. Müqəddəs Ərdəbilinin barəsində yazılır. Müqəddəs Ərdəbili üçün çayın kənarından keçirdi, bir nəfər adam tanımır da Müqəddəs Ərdəbili. Sağada dedi, gəldi, yəni bu əbamı aparıb sayılan üçün. Müqəddəs Ərdəbili aldı. Müqəddəs Ərdəbili aldı ya. Mən onu cavabını verərdim ki, sən başıma xərab olub. Mən hacıyam, axında, mən paltalını götürdüm. O Müqəddəs Ərdəbili deyil. Nə qədər özümüzə biz vururuq. Hacı deməyəndə acığımız gəlir. Belə ətimiz ürfəşir ki, mən hacı deməklə. And olarlar rastına çıxıb, adam olub cavabını deyib ki, mən 5.000 pul xərcləmişəm, nə adını çağırsın. And olarlar, deyirəm, eşitmişəm bu adamın dilindən, qulağına çatan söz söylüyor. Birbaşa cavab verir ki, mən 5.000 pul xərcləmişəm, nə adını. Xoşumuza gəlmir, bizə təzim eləməyəndə, bir qəşəng sözlər deməyəndə filan var. Şeyx Abbas qoyur, gəl abamı aparır. Zaman qıraqdan görür, gəlir kişini məzəmmət edirlər ki, o Şeyx Abbas qoyur. Müqəddəs Ərdəbilidir. Böyük alimdir, sən ona paltar. Müqəddəs Ərdəbili görür ki, kişi gəlir ki, kişi müsüz. Mən onu din qardaşım. Hələ mən onun boynunda olan haqlarının ən düzlü bir şey. Bu dini oxuyub, bu dini başa düşür. Bu bilib ki, din budur insanlara. İmam Səccad ağa hər il həccə gedirdi, dillər gözləyirdi, Mədinə karvanlarına minmirdi. Gözləyirdi, uzaq yerlərdən karvanlar gəlir ki, ağanı tanımasınlar, qoşulurdu onlara həcc verirdi. O qədər bunlara xidmət edirdi, oradakilər də tanımırdı da, o dedi ki, su gətirir, o dedi ki, odun doğra, yemək pişir, hər tapşırır buradaydı. Gəlirlər Mədinəyə çatanda görürdülər, cəmaat bunun pişvasını çıxır. Bu imamdır, zamanı imamıdır. Narahat olurdular ki, ağa sən neynəmsən, heç yox, mən özüm üstündən gəlmişəm ki, məni tanımayasın. Tanıyan qruplarla gedəndə mənə ehtiram edirlər, iş görə bilmirlər. İmam başa düşür ki, din yəni insanlara. İlimin mənası budur insanların xidmətində olan. İnsanlara bədbəxt eləyən elm elə altında olmasın. O elm. Həzrət Peyğəmbərdən də hədis. Çox yorulur. Bu hədisdə oxuyaq, inşallah sözümüz tamam olar. Elmin barəsində buyurur. Mən təalləməl littəkəbbur ma təcahür. Hər kim elmi təkəbbür eləmək üçün öyrənsə, o zahir öyrənəcək. Adam var da elm öyrənir ki, üstündəki bu salatdır. O dil zahir öyrənəcək. Və mən təalləmə li qavli dunəl elm matə münafiq. Hər kim elmi ancaq danışmaq üçün öyrənsə, axşam gəlib bir kəhər söz verirəm ki, bugün zamanda danışır, əməl eləmək üçün. Həzrət Peyğəmbər buyurur ki, bu cür adam zahir, münafiq olacaq. Matə münafiq, münafiq olacaq. وَمَنْ تَعَلَّمَ لِلْمُنَازِرَةِ مَاتَ فَاسِقًا. Hər kim elmi mübahisə üçün öyrənsə, adamlar vardı ki, bir iki dənə hədis bilin, filan kəslərin cavabını alınmasın. Filan kəsin cavabını düşməsin, bir özünə cavab ver, öz nəfsivə bilən cavab ver, sonra onlar qalmışır. Hər kim Həzrət Peyğəmbər deyir, bunun üçün öyrənsə, fasıq olacaq. وَمَنْ تَعَلَّمَ لِكَسْرَةِ الْمَالِ مَاتَ زِنْدِيقًا. Hər kim malı çoxalsın deyənə elm öyrənsə, elm öyrənəm ki, mən də səhər gedib bu elmimlə varrana, Həzrət Peyğəmbər buyurur ki, zındık olacaq, dindən çıxır. Dindən çıxacaq. وَمَنْ تَعَلَّمَهُ لِلْعَمَلِ مَاتَ عَارِفًا. Söz. Hər kim Həzrət Peyğəmbər buyurur ki, elmi öyrənə ki, özüm buna əməl eləyəcəyəm, o adam arif ölər. O adam müvəhhid ölər. Bu məqamda. Bu cür elmə riayət insanı əxlaqlı eləyə bilər, insanı cənnətə apara bilər. Həzrət Peyğəmbər buyurur ki, alimin xətası təbil kimidir. Təbilə bir dənə qısıtma vursun, səsə kərlənər yerində yaylar da. Deyir, alimin xətası budur. Elədi, hamı edəcək.
Amma cahilin xətası biz o cahillik onu örtbasdır edir. Ona görə alim gərək diqqətli olan, elmi olan adam gərək əməlini edir. Bir dənə hədis Həzrət Əli əleyhissalamdan sözümüz bununla tanıdır. Zəllətul alimi kənkisavin səfiyyət təğriqu və tutraq. Alimin xətası sınmış gəmiklə özünü də batışdıracaq, cəmaatı da batışdıracaq. Alim ki xəta elədi ya, alim ki səhv insanları yönləndirdi, alim ki insanları azdırdı, zahir xəta eləsə özünə eləyəcək də. Vay gündən alim xəta eləyəcək. Alim xəta eləyəndə deyir, Həzrət Əli əleyhissalam o gəmi kimi. Özü də batacaq o gəmidə, cəmaatı da batışdıracaq. Allah'ın verir izzətinə, cəlalına, böyüklüyünə. Mütəali Allah bizləri elm öyrənib, o elmə əməl eləyən bəndələrindən.